Salam, hər vaxtınız xeyir olsun. Güneşin mətbəxinə xoş gəldiniz. Bugün tərpətüyün dolğası bişirəcəm. İlk öncə pencərimizi yığıram. Yığdığım tərpətüyünləri təmizləyib doğrayıram. Doğradığım pencəri yuyub suyunu çəksin deyə aş üzərinə yığıram. Qazana 3 litr qatıq, 1 ədəd yumurta əlavə edirəm. Qatığın düyünləri qalmasın deyə çırpıcı ilə yaxşıca qarışdırırıq. Qeyd edim ki, mən 3 litr qatığa 3 dəstə tərpətüyündən istifadə etdim. Qatığın üzərinə yarım armud stəkan yumru düyü, doğradığım pencərləri əlavə edib qarışdırıb ocağa qoyub bişiririk. Dovğa çürüməsin deyə əlimizi dayandırmadan qarışdırmaq lazımdır. Dovğa qaynamağa başladı. Ocağın altını söndürüb, ocağı söndürdükdən sonra da biraz qarışdırırıq ki, dovğa çürüməsin. Tərpətüyün dovğamız hazırdır. Bişirən hər kəslərə nuş olsun. Dəyərli vaxtınızı ayırıb kanalımı, videolarımı izlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Çox sağ olun. Allah'a emanet olun.